Sonra Muhammed sallallahu aleyhi ve sellem Abu Bakır Medine taraf devam edirlər. Abdullah ibn Ureyqin de onlarla idi. Orada bir tane güzel kısa hadise var. Abdullah ibn Ureyqin kafir idi, müşrik idi. Onlarla geldi Medine'ye. Hansı bir məbləğin üzerinde ittifak eləmişlər ki, bize apar sana bu məbləği verəcəyik. Orada onu dəvət edir Muhammed sallallahu aleyhi ve sellem. Deyir ki, buradan gelmişsən, gel İslamı kabul elə, Müslüman ol, qayıdma. Bu dünya pulu, necə deyirlər, dünya malı boş şeydir. Allah sənə nəsib eləyib bizimlə gəlmişsən. O da deyir, ya mənim pulumu verin, mən qayıdıram. Pulu götürür qayıdır. Təsəvvür eləyim, dünyanı seçdi, ahireti seçmədi. Allah Teala deyir ki, mə indakum yenfəd və mə indallahi baqin. Sizdə olan hər şey tükənəcək, Allah'ta olanlar ise əbədi qalacaq. Vallahi bu günləri bizim paltarlarımız köhnələcək, yediklərimiz bitəcək, yaşlarımız çoxalacaq, sağlamlar xəstələnəcək, cavanlar yaşlılaşacaq, nəticə itibarilə hamı öləcək. Lakin nə olacaq? Aləmlərin də bu olan Allahın huzurunda hamı düzüləcək. يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَ مَا كُنْتُمْ تَعْمَلُونَ. Ettiğiniz salih əməllərə görə cənnətə daxil olun. Cəhənnəm əhli üçündür ki, onlar cəhənnəmdə bir-birindən soruşacaqlar ki, bura nə üçündür? Allah Teala bizim hər birimizi cənnətdə salsın, cəhənnəmdən qorusun.